ümumiyyətlə daşınmaz əmlak qiymətləri absurddur. Bax, bu nöqtə absurddur və günün bir gündə bu balonlar partlayacaq. Hətta vaxtı ilə olub belə, müxtəlif ölkələrdə belə neft bumu zamanı daşınmaz əmlakın qiyməti qalxıb, sonradan şarlar partlayıb, 10 milyona olan villalar 15 min, 20 min dollara belə satıla bilməyib, belə ölkələr də olub. Azərbaycanda da yeri gəlmişkən bunun ilkin işarələri oldu. 15-ci ildə devalvasiyadan sonra Azərbaycanda o bahalı mənzillər, bahalı villaların qiyməti kəskin şəkildə düşdü bir ara. Yəni mən yaxşı xatırlayıram ki, 4 milyon, 5 milyon dollara satılan evləri sonradan 800 minə, 900 minə belə sata bilmirdilər. Yəni Azərbaycanda bu bir növ yaşayıb. İndi qiymətlər niyə bahadır sualına? Qiymət necə formalaşır? Mayə dəyəri üstünə gəlir, ondan sonra qiymət formalaşır da. Azərbaycanda elə formalaşmır. Azərbaycanda bir kvadrat metr evin tikintisi çox baha deyil. Yəni, ən yaxşı belə tikinti materiallarından da istifadə etsən, 350-400 manat arası dəyişir. Və məlum da olur ki, Azərbaycanda heç bahalı tikinti materiallarından da çox az istifadə olur. Əgər Azərbaycan standartları ilə tiksə, 270-280 manata başa gəlir bir kvadrat metr. İndi niyə bu qədər bahadır? Bunun üstünə korrupsiya, 3 dəfə korrupsiya gəlmək lazımdır. Torpağı alanda, binanı tikəndə və sonradan təhvil verəndə. Bütün bu korrupsiya əməlləri gəlir qiymətin, iş adamı axılsız deyil, başına at təpməyib ki, verdiyi pulları onun üzərinə gəlməsin. Amma yaxşı, hər bir malı da, bir məhsulu da satmasan, onun mənası olmur da. Deməli 4 minə, 3 minə, 5 minə, 7 minə kvadratı satılan binalar varsa, deməli bunun alıcısı da var da. Mən bunu araşdırdım, özüm üçün də çox maraqlıydı. Təqribən 6-cı, 7-ci ildən 2014-cü ilə qədər Azərbaycanda mənzil bazarında qiymət artımının səbəbi daha çox Rusiyadan gələn pullar idi. İnsanların qohumları, əqrəbaları Rusiyada da indi böyük ölkədir, pul qazanırdılar, pul göndərirdilər. Burada hamı ev alırdı da, ya özləri gəlirdilər, 2-3 ev alıb gedirdilər. Nəticə itibarilə o dövrdə qiymətin artımının bir bazar məntiqi var idi, necə deyərlər də. Tələb çox idi, insanlar gəlirdilər almaq idi, təklif az idi. Sonradan tikinti bumu biraz artdı, sonra devalvasiya biraz düşdü aşağı. İndi bunun bu qiymətə satılması mənim üçün qəribədir. Çünki Rusiyadan gələn pul da azalıb, kəskin azalıb yeri gəlmişkən. İpoteka heç də ucuz deyil, kommersiya ipotekası çox həddindən artıq bahadır. Bir də ipoteka ilə heç kim 100 kvadrat metrə yarım milyona almaz da, 100 kvadratı 5 mindən alsa yarım milyon eləyir. Deməli, ağılsız adam olasan ki, yarım milyona ipoteka ilə ev alasan. Deməli, kimisə bunları alır. İndi də burada da yenə gəlir o korrupsiya qısır döngüsü yaranır. Və elə bil ki, çox belə sadə dillə və mexaniki izah eləsək, bina tikənlər korrupsiya vaxtı verdikləri pulların sahibləri. Sonradan o korrupsiya yığdığı pullardan gəlib həmin binalardan da elə mənzil alırlar. Ona görə qiymətləri bu qədər absurd dərəcədə bahadır. Hətta Azərbaycanda elə məmurlar var ki, onlarla evi var. Yəni 10 ev də yox, onlarla evi var. Yəni, bunun hüquq mühafizəsi də var, bunun icra orqanları var, nazirlikləri var, nəzarət strukturları var, var da var. Bunların hamısına paylanan o korrupsiya vəsaiti bir müddətdən sonra geri dönür. Çünki Azərbaycanda məntiq var, ağıl var da, 100 kvadratı 500 minə maaşla almaq mümkündür. Sən hansı işdə işləməlisən? Azərbaycanda ən yüksək maaş bir neft sektorunda var, bir də bank sektorunda var, CEO-lar səviyyəsində. O da 7-8 min manatdır da. Yəni, sən nə qədər pul qazanmalısan ki, bunu toplayasan, yığasan, heç yerə xərcləməyəsən, gəlib yarım milyon manata 100 kvadrat, hansı ki o yarım milyon manatı, indi avroya çevirsən, 300 min avroya yaxın pul eləyir. 300 min avroya Avropanın normal istənilən bir ölkəsində qəşəng bir ev almaq olar. İspaniyada dəniz qırağında ev almaq olar. Kiprdə dəniz qırağında ev almaq, villa almaq olar. Yaxşı, bu məntiqsiz qiymətin kökündə duran əsas səbəb aradan qalxmasa, yəni o korrupsiya faktoru aradan qalxmasa, qiymətlər şişə gedəcək. Və bir də nədir əsas Azərbaycanda işlək olmayan və bu qiymətlərin çox yüksək olmasına səbəb? Məsələn, qardaş Türkiyədə müteahhit deyilən anlayış var da. İnsan nə edir? İnsan pulunu buradan qazanır. Yəni gəlir, kreditdə götürür, bəzən öz pulu olur, gedir torpağı alır, tez tikib tez satmaq istəyir ki, o pulu dövr elətdirsin, pul qazansın, geçsin yenə bir bina tiksin. Azərbaycanda böyük əksəriyyəti, demirəm hamısı, amma bina tikənlərin böyük əksəriyyəti məmurlara bağlı şirkətlərdir. Onların əsl yiyəsinin, o sahiblərinin
Qazancı o binadan çıxmır axı. Onun vecinə də deyil o bina satılacaq, satılmayacaq. Bu qalıb da satılmayacaq yenə mənimdir. Satılsa da pul qazanacaq. Yəni onlar qiyməti ona görə də aşağı salmırlar. Çünki deyir qalıb da mənim ehtiyacım var. O dolanışıq o binadan çıxmır axı. Ya ki bugün o mənzillər satılmasa o bankrot olacaq deyə bir anlayış yox. Doğru. Ona görə də o bax belə şişə gedir, amma mən əminliklə söyləyə bilərəm ki, günün birində bir 3 ilə, ən uzağı 5 ilə Azərbaycanda çox ciddi qiymətlərdə enmə olacaq. Çünki mümkün deyil, bu balonlar o qədər şişib ki, qiymət balonları. Bu partlamasa mümkün deyil. Azərbaycanda məntiqsizdir. Azərbaycanda 200 kvadratlıq penthouse-da bir mənzil şəhərin mərkəzində. Onun qiymətinə Batumidə bir blok ev almaq olar. 16 dənə ev almaq olar. Geçən 16 dənə ev alırsan, bir şirkətlə də müqavilə bağlıysan, otel kimi onlar işlədir, sənin də faizini verir. Mən elə adam tanıyıram şəxsən. Yəni, bax, budur Azərbaycanda məntiqsizlik. Niyə Batumidə ucuzdur? Çünki torpaq Azərbaycanda kimi baha deyil, rüşvət yoxdur, korrupsiya yoxdur və insanlar tikdikləri mənzilə baxırlar ki, 2 otaqlı evi, 50 kvadratlıq evi buna başa gəlib 20 min dollara. Bu da satsın 40 min dollara. 2 qatından satır. İndi Azərbaycanda yenə deyirəm, maya dəyəri bunun 500 manatdır da, torpağın pulu ilə zadından rüşvəti saymasaq. 500 manata tiksə, bir o qədər də qazanc əldə eləsin, 1000 manata satsın da. Elə deyil axı. Azərbaycanda əvvəllər, Bakı şəhərində əvvəllər 1000 manata şəhərin mərkəzində adamın dodağı uçurdu eşidəndə ki, kvadratı 1000 manat. İndi yeni yasamaldan tapmaq olur. Yeni yasamalda 2000-2200-dən başlayır. Bütün rayon. Hər yerlərdə, hətta Bakının kənar yerlərində, Xırdalanda, nə bilim, Əmircanda, harada deyirsən, bina tikili hər yer bahadır. Bu məntiqsizdir, belə olmaz. Bir də Bakı şəhərinə yüklənmək olmaz da, o insanları da qınamıram da, o Bakıda ev almaq istəyənləri. İşi, gücü, hər şey, bütün maddi imkanlar, sosial infrastruktur Bakıdadır da. Biz indi bax, gözəl fürsət yaranıb, sizin efirlərdə dəfələrlə danışmışıq, Qarabağımızı azad elədik, torpaqlarımızı azad elədik. Möhtəşəm bir fürsət yaradıb ki, həm ora köçü təmin eləyək, həm Bakının yükünü azaldaq. Qoy orada olsun da, mən nəyə görə sonunda bunu dedim, mən bu yaxınlarda təsadüfən internetdə reklam gördüm, Ağdamda kommersiya binalarında ev qiymətləri, 1480 manat, bir kvadrat. 1480 manata ev olar. Onun ki, torpaq havayıdır da. Dövlət də tam dəstək verir orada. Yeri gəlmişkən orada ev tikənlərin vergi güzəştləri var, onlara çox ciddi dövlət dəstəyi də var. Yəni 1480 manata Ağdamda mən 100 kvadrat alsam, bu 148 min manat edir. Mən neyim sonra? Sonra neyim, iş yox, güc yox. İş yox, güc yox. Qeyb oturum o 148 minli evdə, nə inəyəcəm? Bax, söhbət ondan gedir ki, bax, indi gözəl bir fürsət yaranıb ki, Bakının da yükü azalsın, insanlarımız ora köçsün, orada bir iqtisadi canlanma olsun, fürsətlər artsın. Mən dünən sıra gün yazdım bu haqda. Azərbaycanda biz Qarabağ alandan sonra ən böyük ümidimizin biri nə idi ki, bizdə belə deyək, maldarlıq, heyvandarlıq inkişaf edəcək. Çünki cənnət məkandır da, Laçını, Qubadlısı, Kəlbəcəri, qoyun quzu üçün cənnət məkandır. Amma baxıram rəqəmlərə, son 10 ildə xırdaboynuzlu malqarada 1 milyon 800 min azalma var. İri boynuzlu malqarada 298 min, 297 min azalma var. Yaxşı, azala gedir, qiymət də, ətin qiyməti də kəllə çarpar. Sümüksüz ət artıq 20 manat az qalır. 20 manatdan da yuxarı olanlar var. Yəni, bu hara gedir? Yaxşı, bax, o regionları biz Allaha min şükür, azad elədik düşmən tapdağından. Niyə? Çünki orada bir iqtisadi fürsətlər yaransın, insanlar qaynasın, qarışsın, çox ciddi insan köçü olsun. Yəni, biz bunu təmin edə bilərik indi. Əlimizdə gözəl fürsət var. Yaxın 3 ildə, 5 ildə elə bilərik ki, Bakıdan da bir köç yaşansın ora və könüllü köç olsun bu. Könüllü. Məsələn, insan otursun, fikirləşsin ki, məsəl üçün deyirəm, Kəlbəcərdə yaşamaq sərfəlidir. Mən köçürəm Kəlbəcərə. Neçə ki, indi bəs biz Bakıdan istədiyimiz rayona köçə bilərik. Elə bir şey. Bu təbii köç yaranandan sonra Bakıda qiymətlər də düşəcək, Bakı yaşana bilər hala gələcək, bir nəfəs ala biləcək bu şəhərdə. İndi bayramlardır, mən bir... Oradan istəyir, hər gün bayram olsun. 30 illik avtomobilçi kimi deyirəm ki, 27 ildə maşın sürürəm. Mən çox ləzzət eləyir adama. Niyə? Çünki Bakının doğal halı budur. Dəftərin birinci gününə ayrı mənzər olacaq. Doğal hal budur. Bax, Bakı belə olur. Çünki Bakının baş planında da qeyd olunan rəqəmlər buydu ki, 2 milyonluq şəhər olmalıydı da. İndi 4 milyondur. Hətta böyük Bakını götürsək 4 milyon yarımdır. Yəni, bu belə yaşamaq olar.
Belə də onun da nəticəsində insanlar da görür ki, regionlarda iş yox, güc yox, hamı Bakıya qaçmaq istəyir. Bakıya qaçanda da o ev mənzillərin də qiyməti belə kəlli çarpı qalxır.